Ha qonşu, mənə çağırmışsan, nə olur? Ha qonşu, mən çağırmışdım. Oğlum, belə məsələ. Nətərsən, nə var, nə yox? Sağ ol, sən nə Nə tərsən? var, nə yox? Görsən oranı? Hə. Gəl bura, gəl bura. Nə olur? Gəl. Görsən bunları. Ha, gördüm. Evim yarımçı qalıb. Gün sabah mən qızımı köçürdəcəm. Arvad da az qalıb, üçün evə qoymur məni. Bildim ya qonşu, evin yarım çıxalmıyor, var evin tamdır, nə olur? Yox, sabah birisi qonaq gələcək, tör qalıb da yerə. Hə, Mənə pul lazım. Xərcli pul. Xeyir iş olacaq, eşitdim qızını köçürdün. Ha, baxıram ki, maşallah olsun, evin də çox spesifdirmiş sana. Gözəl qonşum, valla mən də, yəni pulum qalmadı. Aha. Mən özüm nağaydım. Aha. Görmüşdün də mənim də evim yarımçıq idi. Ay, Öz maşınım var da. Aha. Satmağa aparırdım, sonra dedim niyə satım ki? Apardım, avtokredit deyilən bir yer var. Orada saldım kreditə qonşu. Aha. Pulumu götürdüm. Maşını saldın. Hə, maşını saldım orada kreditə. Pulumu götürdüm. Maşın qaldı özümdə. Nömrəsi də dəyişmədi. Bu dəqiqə maşını sürə-sürə də kreditlərini ödəyirəm. Evi də tikib qurtarmışam. Ne yok şu, ben de Vallahi. maşımı aparım. Ay da bende ama gelişme var ya. Banca. Olsun, ha, onlara kredit, rayon qeydiyyatı, gecikmə aidiyyatı olmur. Lütfen, Vallaca nömrəsini verim. Allah sevinecek. Evet, verim ki elə.